Öncelikle bütün həmvətənlərimizə salamlar və sayğılar. Bugün verdiğim bir müsahibə haqqında istəyirəm özüm açıqlama verim. Təbii ki, bizim el havamız olan və toylarımızın yaraşığı, həqiqi gözəlliyi olan Vağzalı haqqında. Əlbəttə, neçə vaxtı bir çoxlarınız məlumatlısınız. Görürsünüz ki, təbliğat gedir. Anti-təbliğatlar deyərdim mən buna ki, anti-təbliğatlar gedir Vağzalı haqqında ki, Vağzalı güya istənilmir, güya Vağzalını bəy-gəlin gənclər etiraz edirlər toylarında səslənməyə və s. və ilaxır bu cür fikirlər və mən də əlbəttə ki, bicana qala bilməzdim, öz fikrimi bildirməliydim. Mən qətiyyən inanmıram ki, Azərbaycanlı olaraq hansısa bir ailə öz toylardan söhbət gedir təbii ki, Vağzalının səslənməsinə etiraz eləsinlər. Bu əlbəttə ki, ola bilər ki, bəy-gəlinin o zala daxil olmaq mərasimi ki var. Orada müəyyən kompozisiyalar ola bilər, hansısa bir fərqli bəy-gəlin təqdimatı ola bilər. Buna mənim qətiyyən etirazım yoxdur. Amma heç olmasa bəy-gəlinin evdən çıxarkən Vağzalı səslənməsi, inanmıram ki, heç bir ailədə, heç bir evdə belə bir hal olsun ki, yox, evdən çıxarkən belə Vağzalı səslənməsin və yaxud da toy bitdi, yekunlaşdı, artıq bəy-gəlinin toydan çıxıb evlərinə yola salınma vaxtında Vağzalı səslənməsin. Qeyri-mümkündür ki, mən belə bir halın olmasına inanım. Və mən o nöqteyi nəzərdən demişəm ki, ola bilər ki, istisna hallar ola bilər ki, mən ümumiyyətlə məclisimin qapalı keçməsini istəyirəm. Toyun qapalı keçməsini. 100 toydan biri, 1000 toydan biri deyir ki, mən toyumun qapalı keçməsini istəyirəm. Vağzalıdır, müəyyən mahnılardır, müəyyən belə deyək də çox səsküydür. Mən bunları istəmirəm. Bu da istisna hal sayılır. Amma ümumi olaraq bizim toy adətimiz və iki gənc evlənir, onların toyu olacaq. O toyda ümumilikdə Vağzalı səslənməsin istəmirəm. Bəli, mən bu sözümün arxasındayım. Yenə də deyirəm ki, deməli bunun qanı, geni Azərbaycan qanından, genindən deyil. Başqa sözü olan varsa buyursun, şəxsimə yazsın birbaşa. Mənim şəxsimə yazsınlar.